Adamlar var, liftdən qalxır. Mən özüm qalxmışam. Ay kişi, çörək almağa gelirsən, işə gelirsən, nə bilim, həyətə çıxırsan, nereden gedib gəlirsən? Ayaqla piyada düşürəm, piyada qalxıram. Liftdən niyə istifadə eləmirsən? Yox, liftdən niyə istifadə edirəm? Yalancının tuta söz. Yaxşı görə ya, bütün günü liftdən istifadə edirsən. Yox, mən istifadə Onun içine seymişkasını da çıtlayırsan, marojna da yer tulluyursan, ondan sonra Allah bilir nə işlərlə məşğul olursan, sən orada iyi götürür bütün gün aləmi. Daşqın o fəlakət sən deyilsən? Yox, mən də öləm. 90 manat, bax yazılıb burada, adın yazılıb, familiyan yazılıb. 90 manat. Yox, mən də öləm o. Sən liftdən istifadə eləmirsən? Yox. Ayıbdır, ayıbdır, yəni yalan danışırsan. Ayıbdır, o deyir, liftdən minmək bir ayıbdır, düşmək 2 ayıbdır. Ona görə mən bilmirəm. Nə dəxli var, onun nə dəxli var? Sən özün bilmirsən? Yox, özüm. Özün bilmirsən, qohumun qalxır, əmin oğlu qalxır, xalan qalxır. Tutaq ki, bax, misal üçün, başa söz və qüvvət. Səhərsi günü sən hansısa qohumdur ya, qardaşın gəldi sənə qonaq. Deyirsən ki, şeylə qalx, piyada qalx. Düz deyir də. Deyirsən ki, şeylə qalxsın. Sən də nə? Eşsən, mənim qardaşım yoxdur axı. Qardaşın olmasın, əmin olsun. Əm də yoxdur. Dayın olsun.